Bu dünya müvəqqətidir. Adam var görürsən, oturub ağlayır, o iş çıxdı əlimdən. Adam var deyir, mənim ömrüm məhv oldu. Niyə məsələn? O filankəslə evlənmək istəyirdim, evlənənmədim. Bu deyir, mən filankəsə ərə getmək istəyirdim, gedənmədim. Filan bəs məkan, nə, görürsən, mənim da dünyam məhv. Niyə? Kişi qutardı, arvad qutardı. Allaha da hətta bəzən gəlib bədbin olurlar. Çox əfsus ki, bu dindar cəmiyyətin də içərisində belə şeylərə rast gəlmək olur. Deyirsən, sən onu büt eləmirsən. Deyirsən də, bu olmasa mənim həyatım, kim deyir o olmasa, bəlkə elə o sənin həyatı məhv eləyəcək. Qoy Allahın ixtiyarına. Həzrət Peyğəmbər gəldi Ümmü Sələmənin, Həzrət Peyğəmbər danışırdı ki, Allah kimdən nəyi alsa ondan artığını verər, bilirsiniz də onu. Ümmü Sələmə də fikirləşdi biraz, ay Allah, bu Peyğəmbər belə deyir, mənim dərim Əbu Sələmədir, bundan da üstünü yoxdur bu ərəbin içərisində. Buradan Allah bunu mənim əlimdən aldı, nə verəcək mənə? Arvadın da birinci fikrinə, kişinin ölümü gəlir də, ən yaxşı variantdır, hə? Fikirləşdi, nəsə, dedi, Peyğəmbər sözüdür də, Peyğəmbər sözüdür. Sonra gəldi, Əbu Sələmə öldü. Ümmü Sələmənin yenə bu söz yadına düşdü. Əlbəttə, Həzrət Peyğəmbər dedi, gərək səbir eləyəsən, ha? Yenə bu söz yadına düşdü. Ümmü Sələmə də odur ki, həmin xanımdır ki, rivayətləri mötəbər bilir də bizim üləma. Ki, Ühüddə ox daşıyırdı, silah daşıyırdı əskərlərə, yaralıların yarasını bağlayırdı. Bu cürə bir xanım idi. Nə qədər ondan rivayət var Əhl-i Beytimdən, ondan sonra Həzrət Peyğəmbərdən. Yaxçı, səbr elədi. Allah istəyən kimi əzadarlıq elədi. Əri ölmüşdü, salavat deyirdi, rəhməti, bəzənmirdi, ətir vırmırdı iddə müddətində də. Bunlar lazımdır da. Bunlar lazımdır. Bunlara riayət elədi. Çox qışqırır, bağırdasa, arada bir Yasir'in həyatdan da oxuyurdu, salavatdan həyatdan da zikr edirdi. İddəsi çıxdı, bir müddət keçəndən sonra Həzrət Peyğəmbər gəldi, Ümmü Sələmədən elçilik elədi, evləndi. Ümmü Sələmə görücüdə oradan da məsələn, Peyğəmbərin sözü elə də o cür oldu. Yəni, Allah ma nənsəx min ayətin o nunsiha nə'ti bi xeyrin minha əv misliha da. Elədir. Allah deyir, hər hansı bir ayəni biz nəsx elədik, ya nədir, unutturduq, ya onun kimisini gətiririk, ya onun mislindəkini gətiririk. Bu bütün neymətlərə də aiddir. İndi birdən qışqır bağır sarsaydı nə olacaqdı? Haykü eləsəydi nə olacaqdı? Bu öldü getdi, bu məhv oldu getdi, bunu itirdin. Əli əleyhissalam deyir, itirdiyinizə məyus olmayın. O tapmağa da çox ümid eləməyin. Çünki heç biri sənin əlindədir. Bunu itirmirsən, bu getdi. O ki, hələ gene bu əlindəydi, itirdin. O da hələ biri sənə söz verib ki, nədir? Biri sənə söz verib ki, mən sənə onu verəcəm. Yaxşı, o da hələ sabaha. Bir ulamadan biri danışırdı, özü də gülə-gülə danışırdı. Deyir, mənim xəstəliyim var idi. Mən İngiltərədə həkimlə danışdıq, filan, bəs məkan telefonda çox təkid elədi ki, gəl mən səni müalicə eləyəcəm, filan eləyəcəm, bəs məkan eləyəcəm. Durduq buradan, getdik ora deyəsən, getdik gördü, özü ölüb. Kişinin oldu, çağırırdı ki, səni müalicə eləyəcəm, heç də narahat elədim. Getdik gördük, heç özüdür, heç Ər-Rəhman da oxumayıblar üstündə, İngilisin biriymiş. Görürsən, baba, deyirdi ki, mən səni müalicə eləyim. Özü öldü, heç özü müalicə eləyənmədi. Ona deyir, o ki, sabahdır, ona deyir, nə ümid eləyirsən. Onun ki, dünən itiribsən, ondan da ötürü nə qəm qüssə eləməcək. Mən nə eləyəcəm, heç nə. Heç nə, ona bağlanmayın. Bağlanma, bil ki, bu fanidir. Əgər dünyanın faniliginə nə qədər sən möhkəm inandırsan özü, dünyanın faniligi nə qədər öz qəlbi və proqramına çox oturtsun, o qədər də qəlbin aram olacaq. Qəlbin müstəqər olacaq. La xavfun əleyhim və lahum yəhzənun o cür adamlara aid. İnna avliyat, olacaqsan Allahın dostu. Allahın dostu olandan da sonra Allah Teala özü deyir ki, la xavfun əleyhim və lahum yəhzənun. Onların nə qorxusu var, nə qəmi var. Heç nə qorxusu yoxdur, nə qəmi yoxdur. Nə dünyada, nə ahirətdə. Dünyada qorxudulan şey, qorxan şey, qorxulu şeylər, onların hamısı özü dünya kimi fanidir. Elə müvəqqətidir. Heç birində dəyəri, qiyməti yoxdur. Nə qazanmağının, nə itirməyini. Qaldı ahirətə, ahirətdə də ki, Allahla dost olsun, heç nə ilə qorxun yoxdur. Heç nə ilə qorxun yoxdur və heç nədən qorxun yoxdur. Ümumiyyətlə, dünyanın özündə də hədisdə varımızdır. Kim Allahdan qorxmasa, hər şeydən qorxar. Kim Allahdan qorxsa, heç nədən qorxmasa, heç Allah ondan hamını qorxudar.
Allah ondan hamını qorxudar. Bundan qorxarlar əksinə. Əksinə olar. Baxın, Həzrət Peyğəmbərə baxın, Əli əleyhissalam baxın. Dünyada heç nədən, Əli əleyhissalam deyirdi, gözüm görən heç nədən qorxmuram zərrə qədər. Amma hamı qorxurdu ondan. Adı gələndə Həzrət Peyğəmbərin, Əli əleyhissalamın böyük pəhləvanların dizi titrəyirdi. Əmr ibn Əbdibəd məlun bilsəydi Həzrəti Əli çıxacaq ortalığa, heç o qələti eləməzdi. O Xeybərdəki bilsəydi Həzrəti, baxsız orada filmində də var. Kim gəldi? Əli gözləri bərəlir. Onlar elə bilirdi ki, məsələn, Əli cavandır, onu qabağa bıraxmayacaqlar, filan bəsməkər, nə bilim, nə. Çünki hamını ondan qorxutmuşdu Allah Teala. Həzrət Peyğəmbər deyir ki, girən kimi, Xeybərin içinə girən kimi denən mənim adım Əli idi. Təşvişə düşəcəklər onlar. Niyə? Deyir, onlar özlərini qədim kitablarında oxuyublar, bu Xeybərin Suquti Əli adında bir. Həsən Əli özü yox idi, Allah onun adı ilə oradakı düşmənlərin neynirdi? Qorxudurdu. Bunu hamı bir həddidə eləyə bilər. Dünyaya bağlanmasın, dünyanın faniliğini qəbul eləsin. Bunlar gözümüzün qabağında olur. Hər gün bunu yaşayırıq, hər gün görürük. Bir rəhmətli dedi ki, bunu da deyim, tamam eləyim, 32 dəqiqədə danışıram. Bir rəhmətli dedi ki, oturun burada, gedim, gəlim, yarım saat. Gəlim sizə gedəcəm, həyətdə kabab verəcəm. Bizim də ac vaxtımızda indiki kimi. Hələ də gəlir. Hələ də gəlir. Biz getdik, onu qoyduq çiynimizə, gətirdik, yapardıq, dəfn elədik. Allah rəhmət eləsin, mömin adam idi. Getdi, Dalıcanda bizi çağırdılar ki, bu öldü, getib. Neçə il bundan qabaq. Biz də oturub gözləyirdik, sortqa vururduq. Biri deyirdi tikə bişirək, biri deyirdi lülə bişirək, biri deyirdi bastırma bişirək, biri deyirdi pomidor da çəkərik, biri deyirdi badımcan arasına quyruq qoyarıq. Certiyojdu burada, biri qaça, nə oldu? Filan kəs qaldı maşının altında öldü. 15 dəqiqə çəkmədi. Bu sənin kababın. Yaxçı, həndə buna etibar eləcəksən. Sən də indi dur o bitki ətdən ötürü get harama. Bitki ətdən ötürü ged nəyə böhtana. Bitki ətdən ötürü ged zülüm elə. Bir qarın yeməkdən ötürü baş kəs, qan tök. Onu dişlə, bunu dişlə, ona hür, buna hür. Yaxçı, budur. Ölən də, yiyən də oradadır, ac da oradadır, tox da oradadır, şor yiyən də oradadır. Bayaq lap əvvəldə dediyim kimi, yeyib toxluqdan ölən də aparır, bastırır, acından da ölən bastırır. Gən acından öləni bastıranda biraz yüngül aparır, deyirlər rəhmətliyin cənazəsi asan getdi. Bunun amma çox var idi, günahı çətin getdi. Cəmaat arasında belə bir şey var, nə çətin, o qədər yeyib apara bilmirsən, ona görədir. Yaxçı, budur dünya. Heç nə, bir dənə Fatihəsini oxu, bir dənə təlaqın ver. Heç dünyada nə isə tərk eləməmsən, demişsən, mənlənsən ki, qutardı. Bu cəmaatın içində belə şeylər eləyənlər çoxdur. Yəni, bu iradə var insanlarda, bu əzm var insanlarda, bu əqidə var insanlarda, bu dəyanət var, mətanət var. Bunu insan eləyə bilər, Allah buna deyib. Qoy qırağa, qoy dünya gəlsin sənin dalıcan. Gör hansı yaxşıdır. Gör hansı yaxşıdır. Ki, sən bir var gedəsən bunu ələ gətirməkdən ötürsən Allah da gəzdirə, bir də var oturmuşsan özü gəlib. Bir dənə yoxla gör hansı yaxşıdır. 100% ikinci variant yaxşı olacaq. Özü gələn kimi də sən hə deməyəsən. Gələ yalvara, deyəsən ki, yox, sənlə məninki tutmayacaq. Cənab-ı Cəbrəl gəldi, Həzrət Peyğəmbərə dedi, nə qədər istəyirsən dünyadan istifadə elə, axirət payvada Allah dedi, dəyməyəcəm. Bəzi şeyləri biz burada istifadə eləyəndə axirətdə azalır. Cənab-ı Cəbrəil şədidül quva, Allahın əmin mələki, vəhiy mələki gəldi, dedi, Allah özü deyir ki, deyirsən dünyadan nə qədər istifadə eləsən, axirətivə də dəymirəm. Həzrət Peyğəmbər dedi, çox sağ ol, təşəkkür, minnətlərim. Ged də eyb yox, Allahla mən özüm bilərəm. Ya Rəsulallah, neyin etsin, dedi, heç nə eləməyəcəm. Axı, dünyanın o dəyəri yoxdur ki, mən axirətdən azalsa da, azalmasa da mən ondan elə istifadə eləyim. O dərəcədə istifadə eləyim. Allah Muhammed al-Muhammed xatirinə bizi bəyəndiyi bəndələrdən qərar versin, günahlarımıza qələmi əff çəksin, bağışlamamış dünyadan aparmasın, nəfsimizin, şeytanın şərri vəsvəsəsindən uzaq eləsin, zərrə qədər də nəfsimizin umuduna qoymasın. Allah Muhammed al-Muhammed xatirinə bizi Qur'andan, Əhl-i Beytdən ayrı salmasın. Dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin ziyarət və şifayətindən binəsib eləməsin. Allah Teala tamamən günahlarımıza qələmi əff çəksin.
İltimas dua eləyənlərin dualarını qəbul eləsin. Xəstələrimizə şəfayı acil inayət eləsin. Allah tamamən möminlərə halaldan bolluca ruzi qismət eləsin. Bərəkətli uzun ömrə ta eləsin. Borcu olanların borcun xəzani qeybindən əda eləsin.